الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين صلى الله على محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم ومن الناس من يعبد الله على حرفين صدق الله العلي العظيم. Bir daha bu mübarek günle bağlı herkese təbrik edirəm. Əziz şəhidlər qardaşlara təşəkkür edirəm. Acaba bizi ehtiram edib, çağırıb da buradakı dəyərli məddahlar, şahid qardaşlarımız yaxından uzaqdan cəm olurlar. Kimlər ki, nə bacarır sözü ilə, qələmi ilə, elmi ilə, maddiyyatı ilə, mənəviyyatı ilə xidmət edir. Allah onları Peyğəmbər var, Peyğəmbərdən ayrı salmasın. Məclislərin bərəkəti böyüdür, biz bəzən dəyər vermirik. Hz. İmam Sadiq əleyhissalamın bir mübarək hədisində var ki, deyir, bir gün möminlər ki, cəm olur bir məclisdə, Əhl-i Beyt əleyhissalama məxsus. Ta qəziyyəsi uzundur, mən qısa axır hissəsindən deyirəm rivayətin. Ta oradan ki, bir mələk olur, o məclisə gələn mələk. Ki, o səmaya qalxanda deyir, mələklər sual edir ki, səndən bir əcaib, gözəl qoxu gəlir. Biz ətri qoxunu hiss eləmədik. O hardandır belə? O qalib cavabında deyir həmin mələklərə ki, mən Əhl-i Beytə məxsus bir möminlərin məclisindən gəlirəm. Deyir, həmin mələklər deyir ki, bizə də məkanı deyir ki, gedək oraya nazil olar. Həmin mələk deyir ki, artıq gezmə, o məclis dağıldır. İnşallah ki, bu məclis dağılana qədər çalışın ondan istifadə edin ki, bərəkət olsun. Ki, bir rivayət, bir ayə, bir hədis, hamısı bizim üçün bərəkətli bir şeir, bir məsəl üçün mədhiyyə. Əhl-i Beytin mədh eləmək balaca məqam deyil. Əhl-i Beyt əleyhissalamın məddahı olmaq hər adama nəsib olmur. Məddahlıqdan söhbət edir. Müğənnilikdən yox. Ki, ona görə məddah əzəmətli bir məqamdır. Məsələn, görürsən, gəlir bir şəxs məddahlıq edir, dünya ona aparır. Musiqi, filan, getdi. Haram, halal qarışdı. Amma məddah o kəsdir ki, Əhl-i Beyt əleyhissalamın layiqi olan kim mədh eləsin, şəri baxımdan sonra haramları əlavə eləməsin. Allah həqiqi məddahlarımızı salamat eləsin, bir ömür o əqidədə, məktəbdə, məzhəbdə sabit qədəm olunlardan qərar versin inşallah. Yəni, hətta onun bəzi ki, günahları var, böyük günahları, Allah inşallah onları da bağışlayar olar. Ki, rivayətdə var, böyük şairlərdən biri olur, İmam Sadiq əleyhissalamın, İmam Baqir əleyhissalamın dövründə yaşayır. Həmin şəxsin vəfat etdiyi vaxtda, həmin məddahın vəfat etdiyi vaxtda özü məşhur olur dövründə. Övladı yanında olur, oğlu görür, atasının cənazəsi başladı əcaib bir rəng görməyə. Təəccüblənir ki, mömin öləndə onun əslində siması gözəl olar, ətri gözəl olar, təbəssümlə dünyadan gedər. Nə əcəb məsələdirsə, atası ki, bu bir ömür Əhl-i Beyti mədh eləyibdir, vücudunun rəngi dəyişibdir. Əhl-i Beyt əleyhissalam ona ehtiram edib, onun üçün nə qədər dua edibdilər ki, dünyasını dəyişir, bu ehtiyat edir, qorxu cəmaata demir atasının vəfat elədiyini. Qorxu ki, cəmaat gələr, deyir ki, bunu mömin olmayıb ki, onda belə ölübdürsə, vəfat edibdirsə. Və övladı bunu sakit özü dəfn edir. Zaman keçir, çox narahat olur övladı, günlərin bir gün atasını rüyada görür, yuxuda görür. Deyir, ay ata, halın necədir, əhvalın necədir? Atası deyir ki, çox yaxşıdır. Deyirsən, ölüm hadisən məni çox narahat elədi. Ona görə heç kimə demədim, çox nigaran idim səndən. Deyir, mənim ki, gizlində bir günahım var idi, heç kim onu bilmir. Amma özümlə Allah arasındaydı. Bəzən şərab içərdim. Tərk edə bilmirdim o günahı, amma gizlin edərdim. Elə dərdim ki, heç bir bəndənin xəbəri yox idi. Allah deyir, mənim ölümümlə o günahı kəffar olaraq məndən götürdü. Amma burada əhvalım yaxşı. Əhl-i Beytə buna olmuşuyam. Ona görə həqiqi Əhl-i Beyt məddahı olsa ki, Əhl-i Beyt özü zamində o müəminlərə ki, onlara şəfayət edəcəklər. Bizim buradan başqa qapımız yoxdur ki. Allah Quran-ı Kərimdə bir ayə dedim, Həcc surəsinin 11-ci ayəsindən bir hissə idi. Allah deyir və insanlardan bir dəstə var ki, hərf üzərində Allaha ibadət edərlər. İbadət əhlidir. Amma əla hərfin hərf üzərində ibadət edərlər. Hərf nədir? Məsələn, alimlər bir neçə məna verirlər.
ayənin nazil olma səbəbi belədir ki, İbn Abbas, Peyğəmbər sallallahu aleyhi və alihin əmisinin oğlu, məşhurdur, bilirsiniz, Quran təfsirçisi kimi Həzrət Əli əleyhissalamın ən öndə gedən tələbələrindən olub. Deyir, gəlir bir gün bir dəstə Qureyşdən ibadət edənlər, namaz qılanlar deyə, iman gətirənlərdir ki, dildə gəlirlər Peyğəmbər sallallahu aleyhi və alihin yanına dua edirlər. O zaman ki, onların xeyirli ailələri olur, yoldaşları oğlan uşağı dünyaya gətirir, heyvanları yaxşı bala verir, maddiyatları yaxşı olur. Allah Rəsulunun yanına gətirir, gəlib deyirlər ki, biz sənə iman gətirdik. Deyir, elə ki, yoldaşları qız uşağı dünyaya gətirdi, maddiyatları aşağı oldu, elə ki, heyvanları yaxşı bala vermədi mövzusunda Allah Rəsuluna şəhk edirlər. Bu ayə bunun üçün nazil oldu. Bəzi insanlar var, Allah'a ibadət edirlər, müsəlmandır. Peyğəmbər sallallahu aleyhi və aleyhi hətta görür, iman gətirir, şəhadət verir, Quran oxuyur. Amma onlar ki, dünya həyatına görə Allah Rəsuluna şəkk edirlər, şübhədədirlər. Ayə bu səbəblə nazil olur. Həzrət İmam Baqir əleyhissalam buyurur ki, onlar ibadət əhlidirlər, müşriklərdən deyildilər, namaz qılırdılar. Amma şəkki Muhammed sallallahu aleyhi və aleyhi Peyğəmbərə şəkk edirlər və məca'a bihi Allah Rəsulü ilə birgə nazil olanlara şəkk edirlər. Ona görə də ayə onların haqqındaydı. Hərfin bir mənası çünki deyir, o insanlar ki, nazik bir kənar yerdə dayanarlar və hər an yıxılmaq təhlükəsi var. Məsələn, bir qıraq ki, kənar olar, oradakı müvazinəti itirib yıxılarsan, belə yerə deyir, hərf deyərlər, həm dərəblər. Ki, onların bir ibadəti bu cürdür. Hər an ibadətləri əllərindən məhv olub gedir. Niyə Allah Rəsuluna şərk edirlər? Necə ki, bunu dəfələrlə edənlər var idi. Məsələn, Hudeybiyyə sülhündə ki, ikinci xəlifə gəldi, Həzrətin yaxasından yapışdı, dedi ki, sən doğrudan mı Allah'ın Rəsulsan ki, bizi qələbəyə ziyarətə gətirmişdin bura, amma gəldin, sən sülh bağladın. Və eyni sualı İmam Həsən əleyhissalama da verdilər ki, sən getirdin, sülh bağladın və başladılar təmin etməyə və s. Bu, imamətdə və ibadətdə fərq etməz ki, insan müquvvətdə şəkk eləsə, deməli, onun imanı kamil deyil. İmam Rıza əleyhissalam bu kəslərdəndir ki, imanın, ibadətin şərtlərindən biridir. Məsəl üçün, Həzrətin məşhur silsilə-tül zəhəb hədisi var. Hədis, yəni qızıl zəncir adıyla məşhurdur. Niyə? Çünki hədisin sənədində bütün iştirak edən şəxslər hamısı məsumlardır. İmam Rıza əleyhissalam öz atasından, İmam Musa Kazım əleyhissalamdan, o da İmam Sadiq əleyhissalamdan, ta bu zəncirlə İmam Əli əleyhissalamdan, o da Peyğəmbər sallallahu aleyhi və aleyhdən, o da Cəbrail əleyhissalamdan, Cəbrail əleyhissalam Allah'dır. Hədisdə nəql olunub Nişapurda, qədəmgahı bilirsiniz, ziyarət edənlər, etməyənləri də Allah nəsib eləsin. Həzrət deyir, 38 sürgün edilirdi, yolda gələndə Nişapurda dayandığı o məntəqədə bu hədisi deyir. Deyir, Həzrət qayır ki, la ilahe illallah hisni, və mən dəxələ hisni əmənə min əzəbi. La ilahe illallah mənim qalandır, hər kim o qalaya daxil olsam, anda qalacaq. Cəmaat sevindi ki, la ilahe illallah nə qədər deyirik, bizə bəla nazil olmaz. Sonra Həzrət qayıtdı, bir neçə addım atdı və dedi ki, onun şərtləri var. Və anə min şurutiha və mən onun şərtlərindən biliyəm. La ilahe illallahın şərtləri çoxdur. Elm şərti var, yəqin şərti var, vilayət şərti var, məvəddət şərti var və s. Ki, la ilahe illallahın şərtlərindən biri vilayətdir ki, gərək mömin ona iman gətirsin və onunla da imanı, etiqadı, ibadəti kamilləşsin. Sonra Əmir-ül-Müminin əleyhissalam da bir gün Peyğəmbər sallallahu aleyhi və aleyhi ilə birlikdə olanda Həzrət deyir, onu ilə gəlir bir dağın yanına, deyir, durur orada, deyir ki, ya Əli, o dağı görürsən, deyir, bir insanın bu dağ boyda qızılı olur, qızıl da ən bahalı materialı deyək, maddəli. Deyir ki, ömrü Həzrət Nuh əleyhissalamın ömrü qədər olar. Gecələri ibadət elə, gündüzləri oruç tutar, bütün ömrü boydur. Bu qədər qızılı olan hamısını Allah yolunda sədəqə verər, amma sənin vilayəti qəbul eləməyər. Onun ibadətlərinin heç bir əhəmiyyəti yoxdur. Heç bir. 2500 il insan yaşasın, ibadətlə məşğul olsun, axırda görsün ki, əməllər tutsun. Niyə? Çünki Allahın vəliyisini qəbul eləməyir. Ona görə Allah təbarək və Taala'nın etiqadi qoyduğu mövzularda
insan gərək o imamətə vilayətə şəkk eləməsin. Çünki İmam Rıza əleyhissalamın bir neçə məsum imamın dövründə ki, xüsusi əqidənin mühafizəsi, müdafiəsi olub, onlardan da biri Həzrət İmam Rıza əleyhissalamdır. Hədisdə var, Quran-ı Kərimdə Allah deyir ki, Allahın yanında ayların sayı 12'dir. Zahirən ayənin mənası da aylar haqqındadır. Batini təfsiri Həzrət İmam Sadiq əleyhissalam, İmam Qafir əleyhissalam və digər məsumlardan da rivayətdə var ki, 12 mənasının biri də budur ki, Allah yanında imamların sayı 12'dir. Sonra ayədə buyur ki, o ayların 4'ü haram aydır. İmam deyir ki, bunun batini mənası budur ki, bizim nəsildən 4 dənə əl adında imam olacaq. Onların dövründə imamət daha güclü olacaq, elm daha güclü olacaq, yayılacaq. Və onlardan da biri Əli ibn Musa Rıza aleyhissalamdır ki, onun dönəmi həm tohid mövzularını, həm etiqadi imamət və risalət mövzuları, həm də istər dünyavi mövzularda İmam Əhl-i Beyt məktəbini və onun etiqadi sütunlarını qoruyub saxlayanlardan biri olur. Ki bu haqda rəhmətli Şeyx Sədov məxsusi İmam-ı Ayduyun Əxbarı'da kitabını tərif edibdi, yazıbdı. Məsələn, o kitabın əlinə düşənlər oxusun ki, çox əzəmətli bir kitabdır həqiqətən. Ki, imamın müxtəlif kəlamları orada cəm olunubdur. Hətta, məsələn, möcüzə mövzusunda bəzən görürsən, möminlər şəkk eləyər. İmam Rıza əleyhissalam deyir ki, bir gün bir dəstə müşriklər, yahudilərlə birləşdilər, gəldilər Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhin yanına. Dedilər, bizə möcüzə göstər, biz mömin olaq. Həzrət dedi, möcüzə göstərim, dedi. Dedi, ya Əli, qalx, bunlarla git qəbirstanlığa. Dedi, nə istəyirsiniz? Dedi, ölüləri dirildir. Yəni, hədisin xülasəsini danışıram. Şeyx Sadiq rəhmətullah əleyh bunu Tövbət kitabında nəql edir. Deyir, nə istəyirsiniz? Deyir, ölünü diriltməyi. Deyir, ya Əli, dur, ged onlar. Həzrətin cavabına baxır, özü də gedir, ha? Deyir ki, yəni, mənim ki, mənim nəfsim bu işi bacarır. Allah onu ixtiyarı verir. Onun təkvini, vilayəti var ki, halbuki məndən sonra düzmonsla qəbul eləməyəcəklər. Deyir, Həzrət Əli əleyhissalamı göndərir. Deyir, gedir qəbirstanlığa, bunların işarə verdiyi məzarları dua edir ki, deyir, ey bu filan kəs, ey filan kəs, ey filan kəs adlarını deyir. Da o vaxtlar da bu boyda qəbir daşları yox idi da, şəkilmə kimi, ad, soyad, atadır, yəni QR kod qoyurlar, haqqında anket əldirəmək üçün dünyası dəyişənin. O vaxtda belə şeylər yox idi. Məsələn, bir ölünün məzarı mən nə bilim, bu kimdir? Məsələn, bir işarə qoyurlar, Həzrət gəlir, bu Yahudidir, bu Xristiyandır, bu Müsəlmandır, məsələn. Adını zikr edir ki, Allahın izni, Allahın rəsul istəyir ki, siz Allahın izni ilə qalxasınız. Bir üst başlarını çırpıb torpaqlarını qalxdılar qəbirlər. Şəhadət verdilər Peyğəmbər üçün və dedilər ki, kaş biz istəyərdik ki, onun dönəmində yaşayaq və onun xidmətində olaq. Bunu gördülər, amma yenə iman gətirmədilər. Dedilər ki, İnnəhu sahir, sehirbazdır. Əqidə gəlir möhkəm olsun. Çünki niyə imaməti tanımayan adam aydındır ki, bu mövzularda neyəsə şəkkə düşəcək, şübhəyə düşəcək. İmam Rıza əleyhissalam bildirmək istəyirdi ki, yəni mən burada möcüzə göstərsəm siz üçün, nəysə dəyişəcəkmi, isə dəyişməyəcək. İman gətirən zaten imanın vücudundan kifayətlənməlidir əslində. Həzrət İmam Rıza əleyhissalama bir sual verirlər, bir məsələ ilə bağlı ki, sən bu cür cavab demirsən, deyir, əgər birincisi siz iman gətirmişsinizsə ki, bizə itaət vacib deyil, sən mənim imamətimi sorğu-sual etməməlisən. Çünki Quran nə deyir? Deyir, ətiullah və ətiur rəsul və ulul əmri minkum. İstisna qoymur ki, hansısa istisna ilə itaət eləmə. İtaət eləməni Qələm surəsinin əvvəlinci ayələrində Allah deyir, itaət eləmə, nəsli nəcabəti bilinməyənə, əxlaqsıza, söz aparıb gətirənə, pis, ədəbsiz danışana və s. Allah neçə dənə sifət sayır ki, bunlara itaət eləmə. Amma bu şəxslərdəki bu sifətlər yoxdur. Onlara itaət Allah vacib buyurubdur və Peyğəmbər sallallahu aleyhi və aleyhdən, imamlardan, mütəvatir, istəyir ləfsi və mənəvi mütəvatir həddində rivayətlər var ki, bu imamlar kimdir, onlar nə edəcək, nə iş görəcəklər və əla-kulli hal, o imamətin sütunu saxlayanlardan bir İmam Rıza əleyhissalam bildirmək istəyir ki, bizim imaməti sorğu-sual eləmək düzgün deyil. Yəni, mənası budur, bir adam sual edir, mənası budur ki, imama etiqadı yoxdur. İkinci dərəcəli sualda problem yoxdur. Məsələn, birinin qəsdi öyrənməkdir. Məsələn, Əbu Bəsir rəhmətullah əleyh, Alban bin Təğlib, İmam Sadiq əleyhissalam ona deyir ki, ey Alban, iclis fil məscid,
məsciddə otur və fətva ver. Mən sizin kimi şiyələri çox sevirəm. Alim şiyələr, yəni mömin elm əhlidir. Çünki bu cür möminlər Əhl-i Beytin zinətidir, nümayəndəsidir, fəxridir. Ona görə o cür şəxslər gələn imama deyərdi ki, məsələn, filan bir məsələ deyirlər. Bu məsələnin cavabı nədir? İmam deyərdi ki, məsələn, bu cürdür. Həzrət onu deyəndən sonra səhabə sual verərdi ki, ya Rasulullah, bunu açıqla mənə, izah elə. Bu qəsdən sualın problemi yoxdur. Bir də var, adam şək gəlir. Məsələn, imam bunu hardan deyir, nəyə əsasən deyir. İmamın ona elmi var, ilahi elmi var. Onların elmi ki, kəsb elmdir. Çünki elm iki cürdür, elmi ladun elmi kəsbidir. Yəni ümumiləşdirsə, ya Allahdandır, ya da insanlardandır. Məsələn, bizi kimi tələbələr gedirik, otururuq, ustadlar görürük, oxuyuruq, ta gəlirik bir həddə çıxırıq. Amma onlar ki, heç bir qəfədə oxumayırlar. Peyğəmbər sallallahu aleyhi və aleyhi də məhz 40 yaşında nübüvvəti zahir eləməsi o demək deyildi ki, o vaxta qədər nübüvvət sahibi deyildi. Bizim etiqadımız budur ki, məbəəs günü Peyğəmbərə peyğəmbərlik verilən gün deyil. Bu başqa məktəblərin etiqadıdır. Bizim etiqadımız budur ki, məbəəs günü Rəsulullahın sallallahu aleyhi və aleyhi risalətini aşkara çıxardığı gündür. Allah Rəsulü zaten elə əvvəldən nəbidir. Və hətta Həzrət Əmirül-Müminin əleyhissalamın Nəhcül Bəlağədə rivayətdə də var, xütbədə qeyd edir ki, Allah Rəsulü dünyaya gələn anın Allah Teala bir dənə əzəmətli mələk göndərdi onun yanına. Mələklərin içərisində əl-əzəmətlisin. Ta o dünyasının sonuna qədər Həzrətinin bir yerdə olur. Belə bir şəxs necə olar ki, ömründə, həyatında xətr eləsin, səhv eləsin. Hətta bu məsələlərlə bağlı İmam Rıza Əleyhisselamın nə qədər bəhsləri var. Gəlirlər, deyirlər ki, məsələn, Nəuzubillah, Allah Rəsulü üçün müsifəti verirlər. Əbəsə surəsinin ilk ayəsi, Əbəsə və Təməlləni Allah Rəsuluna nisbət verirlər. Həzrət deyir, əsəbləşərdir, deyərdi, yalan deyirlər, Allahın sözünü tərif ediblər, dəyişdiriblər. Allah ki, o Peyğəmbərinə xitab eləməyib. Məsələn, Əbəsə və Təməllə, Peyğəmbər üz gözünü turşutdu, qaş qabağını saldı, arxasını çevirdi. Allahın vəsf elədiyi Peyğəmbər ki, belə olmaz. Deyirlər ki, Ələ xulqin əzim, sən əzəmətdə, əxlaq üzərindəsən Peyğəmbər. Özdə ayədə xulq kəlməsi keçir, xəlq də keçmir. Əxlaqın iki sifəti var, xulq və xəlq. Xulq batini əxlaqı keyfiyyətdir, xəlq zahiri. Allah Rəsulunun öz elçisinin daxili əxlaqının əzəmətli olmağına şəhadət verir. Belə şəxsiyyət durdu bir nəfər körpünün yanına gələndə arxasını çevirdi, öz gözünü turşutdu. Ki, biz sənə aləmlərə rəhmət göndərdik. Ey Peyğəmbər, sən Peyğəmbərdə siz üçün gözəl nümunələr var, başqa ayə buyurur. Nə qədər ayələr vəsf edir. Yəni, belə bir Peyğəmbər necə olar ki, bu işi görsün? Ta İmam Rıza Əleyhisselamın dönəmi, o çətin dönəm, sürgün dönəmi də olsa, İmam öz elmini izhar edib insanların hidayəti üçün çalışdı və bir ömür Əhl-i Beyt məktəbinin davamçıları üçün nə qədər ömrü vəfa elədirsə o qədər xidmət etməyə çalışdı. Ona görə bir əzəmətli bir iz qoydu, getdi biz üçün ki, biz də çalışmalıyıq o məktəbi yaşadaq. Çünki bu məclislərin mahiyyəti elə bu deyil ki, mən gəlim, oturum bir dənə dua oxunsun, zikr olunsun. Yox, onu eşidək, dinləyək və ona əməl edək. Həyatımıza tətbiq edək. Çünki bizdən istənilən əslində çox sadə bir şeydir. Əhl-i Beyt əleyhissalam və Quran deyir ki, bildiklərimizi əməl edin, bilmədiklərimizi Allah sizə öyrədəcək, sizi üçün bəyan edəcək. Biz bəzən görürsən ki, vacib namaz qalır, dəst namazımız düzgün deyil, orucumuz düzgün deyil. Məsələni bilmirik, amma görürsən ki, filan ayənin batini təfsiri, ay nə bilim, filan zikri desəm, mən teyyülər ziliyərəm və s. Xeyr, bəsirət, məsələn, bizdə bəzi insanlar deyirsən, ya yanlış təbliğin, düşüncənin nəticəsidir ki, deyirlər ki, filan duanı, zikri, əməlləri, dəsturları eləməklə bəsirət əhli olarsan. Xeyr, İmam Musa Kazım Əleyhisselam ki, əl-fiqhu misbəhul bəsir, miftahul bəsirət. Fiqh bəsirətin açarıdır. Şəriətdə ilişən adam, doğru dildə deyim ki, yəni bəsirətin açılmağını gözləmir. Mənim dəst namazım düz deyilsə, 50 il o səhv dəst namazı almışamsa, 10 milyon dəfə Quran oxuyum, 10 milyon dənə zikr deyim, onun heç bir faydası olmayacaq. Çünki açar fikrin özündədir, şəriətin özündədir. Ona görə İmam Sadiq Əleyhisselam da deyir ki, Allah bir bəndiyə xeyr əta eləmək istəsə, onun dində fəqih qərar verir. Bu fəqihlərimiz var, o kişilərin ömrünün bərəkətidir ki, elminin bərəkətidir ki, bugün bu dini qoruyub saxlayırlar qeyd dövründə. O kişilərin əzəməti çox böyükdür. Ona görə o fəqihlər ki, məsələn, dünyasını dəyişənlər Allah rəhmət eləsin,
sağ qalanlara Allah ömür versin. Həqiqətən onlar çox böyük əzəmətli iş görürlər və çox çətin iş görürlər. Bizə çox asandır. Bəzən insanlar hökm verir ha. Məsələn, birindən soruşurlar ki, bu şey olar olmaz. Elə özündən ki, yox, bu olmaz. Ya bu olar. Amma dəqiq bilmir hökm özü. Həzrət Əleyhisselam'ın ki, fətva vermək, boynu iti qılıncın altına qoymaqdan daha təhlükəli. O qədər incə məsələdir bir şəri hökmü demək insan üçün. Görün, o fəqirlər nə qədər məsuliyyət daşıyır. Ona görə İmam Rıza Aleyhisselam'ın dönəmi də bax belə idi ki, möminlər çaşqınlıqdaydı, Həzrət çalışırdı ki, o işi elə düzüb qoşsun ki, möminlər o şək şübhədən imandan xaric olmasınlar. Allah təbarək və Teala bir daha bu günü mübarəkləsin. Allah Teala imamın ziyarət və şəfaəti bizlərə nəsib eləsin. Həzrətin savabı, ziyarətinin savabı böyüdür. Kimlər ki gedə bilmir, imamı uzaqdan elə ziyarətnaməsini oxusun, inşallah bərəkət olar. Çünki hədis var ki, Həzrət İmam Cavad Əleyhisselam'dan ki, atamın ziyarəti daha əfzəldir İmam Hüseyin Əleyhisselam'dan. Bir qısa da bunu deyim, bəzən müminlər sual verir ki, bu deməli İmam Hüseyin Əleyhisselam'ın üstündür, yox, bu üstünlük məsələsi deyil. Məna burada nədir? Fəzilət, savabın çoxluğu mənasında. Çünki həmin zamanda İmam Hüseyin Əleyhisselam'ın zəvvarı çox idi. İmam Rıza Əleyhisselam qürbətdə idi, çox az zəvvar gedir onun yanına. Ona görə də bu ziyarətin məxsusi bir fəziləti var. İnşallah Allah hamıya nəsib eləsin.